İstixana sahibkarlarının əlbəttə qarşılaşdığı problemlər var və təəssüflər olsun ki, bu problemlər uzun müddətdir öz həllini tapmır. Keyfiyyətli gübrə problemi ilə qarşılaşırlar, həm də pestisid problemindən və biz bölgələrlə əlaqə saxlayanda dəfələrlə bunu dilə gətiriblər və həmçinin özləri də zəng eləyib bu haqda mənə tez-tez məlumat verirlər. Digər tərəfdən bilirsiniz, həm bu qazın qiymətinin yüksək olması, yəni bu xərcləri artırır, ciddi təsir edir. Digər tərəfdən elektrik enerjisinin dayanıqlı olmaması, tez-tez söndürülməsindən bağlı xəbərlər alırıq. Misal kimi deyə bilərəm ki, Şəmkir rayonunun Düyərli kəndində elə bir həftə olmur ki, orada işıqlar söndürülməsin. Bu problemlər var və son vaxtlar əlbəttə xərcləri artıb. Gübrənin qiyməti 2 dəfədən çox artıb. Bəzi gübrələr var ki, 3 dəfə artıb. Xərcləri artır və onlar tez-tez bu xərcin artması onlar üçün bir ciddi problemdir. Onlar əvvəlcədən hesablaya bilmirlər ki, istehsal etdikləri məhsulun maya dəyəri nə qədər olacaq və satış zamanı da, yəni əvvəlcədən bilsələr ki, o maya dəyəri neçəyə başa gəlir, hesablayarlar, xeyir eləyir, eləmir. Yəni bu qiymətin tez-tez dəyişməsi belə problem yaradır. Və son vaxtlar ümumiyyətlə azalır. Yəni misal kimi elə deyə bilərəm ki, Şəmkir rayonunda istixanaların sayı azalıb, sonra Göyçay rayonunda bilirsiniz ki, ən çox rayonlarda əvvəllər istixana məhsulları yetişdirilirdi. Azalıb, bu da onunla bağlıdır ki, onlar bir neçə il davamlı olaraq ziyana məruz qaldılar. İstehsal etdikləri məhsulu yaxşı sata bilmədilər, onlara sərf edən qiymətə sata bilmədilər və ona görə də ziyana məruz qaldılar və artıq onlar bu sahə ilə məşğul olmurlar. Bu sahədə mövcud olan problemlər öz həllini tapsa, düşünürəm ki, yəni onlar qayıda bilər əvvəlki fəaliyyətlərinə.